Gündəlik həyatımızda, filmlərdə, seriallarda və sosial şəbəkələrdə tez-tez şiddətə aid görüntülərlə rastlaşırıq. Bu görüntülər bəzən bizə məqsədyönlü və məqsədyönsüz şəkildə təbliğ olunur. Antiqəhraman və qəhrəmanla bizə təqdim olunan bu görüntülər bəzən antiqəhraman vasitəsilə pis şəkildə, bəzən isə qəhrəman vasitəsilə normallaşdırılmış şəkildə təqdim olunur. Bəs biz bu görüntüləri necə ayırd eləyək? Gündəlik izlədiyiniz filmlərdə, seriallarda və sosial media platformalarında nə qədər tez-tez şiddətlə bağlı görüntülərlə rastlaşırsınız və sizə nə qədər təsir edir? Şiddət səhnələrinə gündəlik olaraq daha tez-tez qarşıma çıxmağa başlayıb və düşünürəm ki, bu halın təkrarlanması şiddəti adi hala gətirməyə başlayır. Mənə o qədər də ciddi təsir etməsə də düşünürəm ki, uşaqlara bu daha ciddi təsir edəcək. Məncə seriallarda xüsusilə şiddətin falan çox göstərilməsi məncə uşaqların və yeniyetmələrə çox pis təsir edir. Məsəl üçün uşaq görür məsələn serialda şiddətə aid bir şey görür. Gedir məsələn məşqdə də onu eləyir. Məsələn bir problem olanda şiddətlə bu məsələni həll etməyə çalışır. Buna görə də mənim fikrimcə, yəni xüsusilə də televizorda, seriallarda şiddət falan yığışdırmaq məncə məqsədə uyğun olardı. Çünki sosial mediada çox da bunun qarşısı alına bilməyəcək vəziyyətdədir. Çünki nə etmək olar bu haqqda. Amma ki məncə televizorda yığışdırsaydı çox yaxşı olar. Xüsusilə də yəni uşaqların başında ola biləcəyi televizor kanallarda. Əslində demək olar ki, filmlərdə şiddətə çox tez-tez rast gəlirəm. Xüsusilə psixoloji yüklü filmlərdə rast gəlinir və mənə çox təsir eləyir. Xüsusilə də uşaqlara olunan şiddət və ya irqçiliklə bağlı, yəni bu motivdə irəli sürülən şiddətlər məncə çox təsir edir insan psixologiyasına. Bizim kəşfiyyətimiz, yəni Instagramda yaxud da sosial şəbəkələrdə bizim kəşfiyyətimiz, alqoritmamız nəyə göstərir? Biz nəyə baxırıqsa, istər-istəməz olayım ki, davamlı göstərir. Biz şiddətə baxırıqsa, təbii ki, onun davamlı gələcək. Amma yox, başqa məsələn filmlər olsun, ya da ki, gülməli videolar olsun ki, alqoritma onu göstərir ki, bizim tələbatımız nəyədir? Ümumiyyətlə son zamanlarda sosial mediada qarşıma çox çıxır şiddətli görüntülər, hansı ki uşağa ya bir-birinə qarşı göstərilir. Sadəcə sosial media yox, televiziya açıram ki, seriallarda qarşıma çıxır və yaxud da verilişlərdə artıq insanlar bir-birlərinə qarşı təkrarlı sözlər istifadə edirlər. Bunlar ümumiyyətlə insana mənfi təsir göstərir. Çünki insan düşünür ki, hə televiziya bunu təbliğ edirsə, sosial media bunu təbliğ edirsə, bəs biz neyniyək, hara baxaq, hardan özümüzə bir ibrət götürək. Media harada məlumatlandırır, harada normallaşdırır? Bu sualların cavabını mütəxəssislərlə birlikdə axtardıq. Mütəxəssislərin də dediyi kimi, beynimizin mədə-bağırsaq kimi deyilən bir özəlliyi yoxdur deyə qəbullandığı lazım olmayan informasiyanın geri qaytarmaq kimi bir lüksü də yoxdur. Bu səbəbdəndir ki, qəbullandığımız hər məlumatın xüsusi bir özəlliyi vardır. Və unutmayaq ki, hər bir məlumatın, qəbullandığımız məlumatı onu müşayiət edən iki hissəli bir tərkib var. Həmin o tərkib bir emosiyadır, digəri isə informasiyadır. Təbii ki, qəbullandığımız informasiya bizdə bilik formasında, beynimizdə, yaddaşımızda qalır, amma yaşadığımız həmin o emosiyalar isə bizdə müəyyən bir təəssüratlar yaradır. Zaman keçdikcə informasiyanı biz unuda bilirik, amma həmin anda yaşanan emosiyalar bizdə müəyyən təəssüratlar yaradır. Və insan böyük əksər hallarda həmin o təəssüratlarla yaşayır. Və yaşam müddəti ərzində həmin analoji hadisələrlə özdeşəndə insana trigger olaraq həmin o təəssüratlar təzədən oyanır deyə insan həyatı bir də görürsən ki, stres olaraq yaşanmış və davam eləyə bilir. Və bir xüsusi anı da nəzərə saxlamaq lazımdır ki, insan qəbullandığı hər yeni məlumatı artıq özündə olan məlumatla sintez edərək yeni informasiya ortaya çıxarır, yeni bir məlumat kimi ortaya çıxır. Və biz burada bizi xilas edən durum uşağa sıfırdan verdiyimiz tərbiyə rol oynayır. Tərbiyə nə demək? Tərbiyə bəsləmək deməkdir. Yəni biz ümumiyyətlə uşaqda nəyi bəsləyirsə, gələcəkdə həmin mövzularda maraq göstərəcək. Bir insan maraq göstərdiyi mövzuda həmişə inkişaf edir. Əgər biz uşağı kiçik yaşında ikən, insan ümumiyyətlə kiçik yaşında ikən şiddətlə tanış eləməsək və onun avantajlarını, təbii ki, dırnaq içində avantajlarını izah eləməsək və onu qəbullandırmasaq uşağa, təbii ki, həyatda nə qədər şiddət görürsə də görürsə, ona heç vaxt simpatiya duymayacaq. Hər bir yaşımızda bizim müəyyən bir sərhədlərimiz var. Hansı ki, bu sərhədləri aşmamaq üçün senzur deyilən bir termin var.
və biz görürsüz ki, verilişlərə də baxanda, kinoya da baxanda orada qeyd olunur 18 yaşdan yuxarı, 6 yaşdan yuxarı, aşağı və s. Mütləq şəkildə biz hər hansısa bir uşağa bir şey izlədiriksə, bu qaydalara mütləq əməl etməliyik. Niyə görə? Az öncə qeyd etdiyimiz kimi, insan şiddətlə tanış olduğu andan etibarən məsumiyyətini itirir və insan artıq başlayır böyük kimi davranmağa. Və uşaq da böyük kimi davranırsa, burada artıq təcrübəsizlik nümayiş edir deyə konfliktləri, necə deyərlər, el sözü olaraq üzünə gözdən bulaşdırır. Bu səbəbdəndir ki, müsbət şəkildə qarşılanmır. Və hətta tövsiyə edərdim ki, müəyyən yaşdan sonra artıq şiddətlə tanış olsun uşaq və şiddətin istənilən halı əslində müsbət qarşılanmır. Bunu biz belə başa düşək ki, istənilən mövzunu biz daha çox verbal şəkildə həll etsək daha yaxşı olar və bunu aşılamalıyıq həm gələcək nəsillərə, həm də uşaqlara ki, şiddətdən maksimum dərəcədə uzaq olsunlar. Amma bir şey də unutmayaq ki, şiddət ancaq fiziki olaraq olmur, həm də psixoloji bir şiddət də var. Bu nə deməkdir? Bir insanın, hər kəsin bir sərhəddi var. Yəni, mən əgər öz sərhədimi aşıramsa, yəni ona hədd deyirik biz. Əgər mən öz həddimi aşıramsa, digər insanın həddini aşıram və bir insanın həddini aşıramsa, mütləq şəkildə orada hansısa bir müqavimətlə özləşəcəm deyə bu konfliktlə özləşəcəyik. Bu səbəbdəndir ki, uşaq vaxtından başlayaraq ta böyük yaşlarımıza qədər biz bu senzur qaydalarına əməl etməliyik və uşaqlara da, uşaqlıqdan tutmuş gələcək nəsillərimizin hər birinə başa salmalıyıq ki, bu həddləri, necə deyərlər, zorlamayaq. Ekran qarşısında keçirdiyimiz vaxt artdıqca şiddət görüntüləri də həyatımızın bir hissəsinə çevrilir. Film və seriallarda qəhrəmanlıq adı altında təqdim olunan zorakılıq, sosial mediada sürətlə yayılan aqressiv səhnələr. Bu görüntülər sadəcə sujet elementidir, yoxsa düşüncə və davranışımıza təsir edən gizli mesaj?